Herkese salam, kanalıma və yeni vloguma xoş gəldiniz. Necəsiniz qızlar, əzizlərim? Bəli, bugün biz yenə hardayıq? Bir dəqiqə elə burada danışacağım sizlər üçün. Nəsə danışım? Hə. Deməli biz bugün hardayıq qızlar? Çindəyik. Bəli, indi deyəcəksiniz ki, ay bacı, nə olub sizə? Bu yallah elə geçen vlog başlatdan dedin biz Türkiye'deyiz. Bu vlog başlatdan dedin ki biz ne bileyim Çin'deyiz. Ne oldu? Özü Türkiye'den Çin'e yani ki artı gedirsiniz maşallah. Düz deyirsiniz. Həqiqətən də bilmirəm. Bayağı bir irəliləyiş var. Yəni gəzirik bu aralar. Yayı belə boş buraxmaq, boş qoymaq istəmirik həqiqətən. Bence çok güzel bir şeydir bu. Allah herkese pul yetirsin. İstediğiniz bütün güzel yerlere gidəsiniz inşallah. Kızlar, donuram. Çindəyik və hava axşam burada o kadar soyuq olur ki, yəni yayda istər yəni gündüz 50 dərəcə isti olsun, amma axşam yenə də mütləq sərin külək bir damcı belə əsməlidir. Kontenerdən burada az istifadə edirlər deyə bilərəm. Bilmirəm. Yenə də istinama burada yaşayanlara. Mən dondum. Bilmirəm. Mən belə şeylər görməmişəm deyədim yoxsa, amma şəxsən dondum. Bəlkə də çox nəzik geyinmişəm ona görə də. Hani mən çox nəzik geyinmişəm. Amma ham nəzik geyinir də. Nə bilim. Elə də bizdə də. Bəli qızlar, biz hal-hazırda deməli mən saata dinləsəm 9 tamamdır. Biz yarım saat olar gəlib çatdıq bura. Rezerv götürmüşdük. Rezervi biraz dəqiqləşdik. Qeydiyyat şöbəsində olduq. Biraz indilə gəldik. Çamadanlarımı yerləşdiriblər. Mən çox şey gətirməmişəm. Və görürəm ki, nə yaxşı ki, həqiqətən də, yəni çox şey götürməmişəm, çünki var hər şey. İndi buranı kiçik şəkildə sizə turlamaq istəyirəm. Biz bu arada bir şey deyim. Mən bura ikinci dəfə də artıq Çinə gəlirəm. Bu səfər burası nişanlımdan gəlmişik. Qızlar, nişanlımı yəni Arazı 2-ci mərtəbəyə saldır. Onu 2-ci mərtəbəyə qoydular. Mən də 3-cü mərtəbəyə. Ben deyirdim heç olmasa eyni mərtəbədə olardıq, amma nəysə. Problem deyil. Yəni belə. Bəli qızlar, və bir dənə danışma buranı turlayacağım və bir də keçən səfər biz bunu dedim ki, gələndə mən Çinə xalam yox, dayım qızı ilə gəlmişdim. Dayım qızına ikimiz gəlmişdik və biz kirayə ev götürmüşdük. Yəni oteldə idi bizdə. Sonra oteli götürdük. Çünkü kiraya tapa bilmədik. Tur eləyim, hə, onu deyirdim. İnanağım gedir, neyse. Məcə aydır bu ayaqqabılarla, sambalarla o kadar rahat və gözəldir ki, həqiqətən. Bizdə ki, nə oldu, elə bundan geyinir. Uyğundur məncə hər şeylə. Burada belə bir proqram var. Təmizlik, sonra nədir? Hədiyyə olaraq, yəni ki, o şeydə xidmətçini çağırmaq, sonra əməkdaşları, sonra yemək və s. ki, bu otağınızın qapısında qızlar bir şey var ki, otaq məsələn yatıram, nə bilim təmizlik alanda, vaxtında, zamanda o bildirişlər içində. Burada kofe var, vay vay, necə gözəl. Gəlin bir dənə dəmləyək də. Ne olmadı, neden olmadı acaba? Neyse. Vay. Bəh, kofe. Hazır kofe. Zibil kutusu veya da çöp, yok çöp kutusudur bu. Hansı ki bu çirkli patalarınızı görürsün. Hello, burada mən. Ve ne kadar var, yani bravo. Diş fırçası hiç başkası açılmamış. Lazımdır mən əlbəttə. Nədir? Ha, diş fırçalarını qoymaq üçün. Super.
Yani tuvalet. Kağıdın safiyeti kadar var ve zibil kutusu. Bunu çok beğendim. Estetik görünür. Burada 2 adet hatta otaq parfüm da var. Ne qışın 2 adet. Burada safe var. Bu her bir yerdə olur da şahsen. Paltolarını da bilmək üçün yer var. Burada da yine o tarafa koymuşum geyimlərimi. Bu otaq 2 nəfərli idi kızlar. Buradan şey yaptım, ben bildim. Bakın, ayakkabılarımı değişim. Oh, rahatladım arkadaşlar. Burada hamam, banyo, xalatımız, dəsmalımız falan var. Yani bu koyublar, süper, şampunlar çağdaşlamayıb. Yani yenidirlər. Bura 2 nəfərlik otaqdır. Mesela ailəvi gəlirlər, ailəvi deyən yox, 2 nəfərlik. Yeni cütlüklər falan gəlir də bura. Burada çünki tək otaqda yer qalmamışdı. Araz dedi ki, neynəməliyik yəni. Get 2 nəfərli otaqda qaldım. Bəs pul dedi ki, ay qız olsun nə olacaq? Dedi get qal, daha da rahat. Zaten sen öz otağında, öz evində dedi, yataq otağında 2 nəfərli yataqda yatmırsan. Dedim, ha, düzdür. Dedi ki, ona pis odaday. Nəysə. Bəli, düzdür. Wow. Oturmağa kadar yer var yani çok qəşəng, rahatdır. Çok beğendim. Yani bu ne arkadaşlar? Hiç sormayın. Dediğim için bura 2 nəfəriydi, ona dedim. Neyse kızlar. Gece yolda olmuşuq diye o kadar yuxum gəlir. Kesinlikle yatmaq istəyirəm. Burada paketimizde var. Gel açaq ilk önce onu kızlar, sonra yatarım. Çekin. Bir dakika beni çekin. Oncacan. Nerede böyle bakaq? Sabun. Parfüm. Neyse. Krem. Lazımdı vasiteler. Bunun da kremi nemlendirici betonal kremi. Bunları da açı kızlar, haydi. Bu da ətirmiş. Bilemedim. Böyle kızlar. Saat demək istəyirəm sizə. 10'du səhər tezdən. Kızlar, saat hal-hazırda 1'dir, yəni 2-3'dir, 10 dəqiqə, bəli kızlar. Deməli, mən saat 9'da vlog sonlandırdım. Səhv etmirəmsə, biraz dediyim kimi təyyarədə ümumiyyətcə, bilmirəm, təyyarə kimi rahat deyil, amma mən yuxum gəldi və yatdım. Burada. İndi saat 11'de oyandım. Yani bildiğiniz kimi kızların 2 saat makyaj etmek kimi bir belə deyim, yaxşı problemləri var, yaxşı problem. Ve 2 saatdə makyaj etdim, hazırlandım. Saçımı da belə qəşəng gözəl yığdım. Elə baxın, tam olarak yay vibe verirəm, belə gözəl, belə şıkmık ve kırmızı rengi Çin'e uygun ve Çin'de bildiğiniz kimi əzizlərim, zaten bilirsiniz çoktan. Şimdi arasında oturacağım aşağı. Onu bekliyorum. Saat deməli 13-10 radələrində gecikib, çünkü saat 1'e 10 dəqiqə qalmış. Mən zəng gəldim, dedim ki, bəlkə yeməyə düşək. Bəli, tamamilə doğrudur. Neyse, onu gözləyirəm. Yeməyə nə var burada? Deməli burada bizdə qəşəng bir
albalı şirəsi və şaftalı şirəsi var. Yəni bizə bunlar istədik, bunları gətirdilər. Çünki albalı və şaftalı şirəsi məncə ən gözəl bir portağal. Burası portağalın dadı falan, vid forması xoşuma gəlmədi, ona görə sifariş edemedim. Yemək olaraq bizə gəlib nə? Tərəvəzli kebab, belə bir şeydir. Tərəvəzli kebab, bunun adını bilmirəm, steakdir. Steak deyil, yox deyil. Bu ət çəkilib və ətin üzərinə tərəvəzlər əlavə olunub və ədviyyatlar əlavə olunub. Bilmirəm, adı nədir? Menyuda var idi. Əslində menyuda adını oxuyamadım, çünki Çin dilində yazılıb, heyf ki. Təz olaraq formasından nəyi bəyəndim, sonra sifariş etdim. Belə qəşəng nədir bu? Püreliyim, kartof püreliyim, plov, qəşəng, ədviyyat. Çox gözəldir. Mən içində ədviyyat hər bir zaman hər şeyə istifadə olunur. Yəni bu çox gözəl bir şeydir də. Şəxsən mən indiyə qədər nə yedimsə burada keçən səfər də gəldi. İndi ədviyyatsız bir şey görə bilmirəm həqiqətən. Ədviyyat hər zaman hər yerdə var, nə gözəl. Bizdə evdə anamız yeməyə hazırlayır qızlar. Bulyon, ədviyyat. Bir də nə var? Bir tərəvəzli plov var. Hansı bunun üzərində var? Bir damcı püre var. Sonra nə var? Yumurta da var. Ay yumurta prosto qaynanmış yumurta da qoyublar üzərinə. Onu mən yeyə bilməyəcəm. Yumurta ilə plov nə əlaqə bilmirəm. Sonra nə var burada? Acı biber də var. O, mənlik deyil. Mənimki ancaq püreli plov. Püreli plov. Ya da bu çəkilmiş ət qiymə, tərəvəzli qiyməni bəyəndim bir də. Baxaq da indi nə yeri. Hərəsindən biraz yiyərəm. Araz da gəlib çıxsaydı arkadaşlar. Yani bekliyorumdur kaç saattir. 10 dakika falan. Hello, salam arkadaşlar. Ne orada? Ne bileyim. Ben bu oturamıyorum. Ha. Kızlar, Araz'da geldim. İndi günorta yemeğini yiyeceğiz. Bu arada səhər yeməyini rezerv eləməmişdik. Çünkü səhər zaten biz yeməyin son saatlarında geldik. Yani ona görə də götürmədik. Zaten acı da değildik. Hem sadece olarak yuxumuz gəlirdi, hem de ki bir de təyarda yemişdik zaten yemək. Yeməyə qəşəng idi. Yemək yedik. Qəşəng kruasan, şokoladlı kruasan. Şokoladlı kruasan yedik. Bir de kofe içdik. Ama yenə mən yuxum gəldi. Çünki dəhşət yuxum var. Yəni kofe belə o yuxunu məndə idarə edə bilmədi, saxlaya bilmədi. Bəlkə də saxladı 1-2 saat. Yoxsa mən çox da yatırım, nə bilim valla. Bilmiyorum da. Bu arada baxın dəniz mənzərəsidir. Yəni Çin biz elə gözəl, yəni şəhərin tamamilə mərkəzinə gəlmişik də. Çin okeanıdır. Nədir bura? Hind okeanı. Hind okeanı yaxınlığında. Yaxınlığı nə idi? Bilməm. Buluruz bir ara, buluruz biz. Saat tamamda 4 tamamdır və biz artıq tamamlandı. 1 saatdır burada çəkə bilmədim. Falan çəkdiyəm. Kəsbədən öncə vlog çəkdim. Mən xarda yoxum. Biraz səs sakinləşdim. Təbii. İndi başlasam vlogu. Deməli, burada qızlar belə bir gözəl şey gəlir. Bilmirəm. Böyle bir filmdi de yarım saatte 30 dəqiqəlik idi. Deməli film 30 dəqiqəlik idi. Yarım saatlık film haqqında məlumat verirlər. En sonunda final falan belə şeyler. Maraqlıdır, əjdahalar, yəni Çin filmində, yəni o mini filmlər olur yəni. Mini epizodlar. Yarım saatlık mini epizod və sonra yarım saatdan haqqında məlumat verirlər. Beləliklə 1 saatlık belə bir gözəl bəyəndik. Yani ne diyebilirim? Çin'in geçmişi hakkında məlumat verirlər. Yani biraz Çin'in geçmişi hakkında yani diyeyim. Böyle montaj edilərək Çin'in geçmiş hayat hakkında düzəlmiş bir videodur. Onun hakkında məlumat verilirdi. Çin dilində verilirdi. Sonra bir de Çin dilində Çin, Rus, deməli Çin dilində danışılırdı. Dilində. Yox, İngiliz dilində danışılırdı. Çin dilində altdan yazılır. Bir de şeydir.
Adı Rus dilində alt yazı kişinin Rus diliydi. Amma belə özü ingilis dilində və biz oxuyuruq. Arab çünki çox yaxşı ingilis dilində. Mən tərcümə edə bilmədiyim bir iki söz var ki, onları çox sağ olsun. Bitdi artıq. Elə belə indi epizodun şeyə gedir. Necə deyim? Kapak fotosu bir şey gedir. İnsanlar yenə baxırlar. Yəni bir-iki dənə insan qalacaq. Biz də burada özəl bir yer götürmüşdük. Çay içə rahat oturaraq baxmağa yenə. Bizim stollar daha özəldir. Və burada belə bir özəl stol gəlmir. 3 dənə də bir də arxadadır. Maraqlıydı, bəyəndik və buradan bir aksesuar almaq istəyirik. Əjdaha kapatmaq. Atalım. Atalıyoruz. Tamam. Deməli saat 4'ün neçədir saat? Hə, 5'e işləyib 10 dəqiqə, bəli, 16-10'dur. Biz belə bir bu nədir bu? Ballı kurabiyə deyirlər nədir? Bunun peçenyesi sıyırıq, yarısını artıq. Tabii ki də. Bir dəqiqə dadına baxacaq. Ya artıq. Çox qəşəngdir. Mənimki də buradadır. Bir dakika. Arkadaşlar. Mən ən özəl, ən doğruda deyəcəm. Çox qəşəngdir. Bəli. Gördüm. Gəl daha getdik. Bəli arkadaşlar getdik. Bəyəndim. Mən Çin haqqında biraz danışmaq istəyirəm. Mən Çini bəyəndim. Keçən səfər də gəlmişdik. Bəzi insanlar məsəl deyirlər ki, hər şey sünidir falandır, nə bilim nədir. Təbii şeylər də var. Təbiilik də var. Görəyə nə var, sonra bir şey var. Amma belə bir şey da var buradan. Nə deyib bu, bilmiyorum. Ne yapacağım biz? Bizlik değil. Burada qızlar işıqlar da. Yəni bax, çətir. Mən çətir elə istəyirəm. Çin çətiri. Ancaq hansı rəngdir? Baxın. Bu çox qəşəngdir. Məsələn. Deyəm. Bunu da aç baxaq. Baxaq qızlar. Böyükdür, çox qəşəng. Çox gözəldir. Ağda belə qırmızı çiçəklər var. Nar çiçəkləri üzərində. Necə gözəldir. Lütfen bunu Allah həm xatirə qalsın, həm də ki istifadə olunacaq bir şeydir. Həqiqətən mən çətirləri çox sevirəm. Payızda, qışda əlimizdə. Çok güzel sakız yiyeceğim bundan. Bunda değil. Olsun. Evet, bir de ne var? Lampa. Bunun bir küçük burada. Farklı bir şey yok diye. Bunu diyebilirim. Görmüşük. Bəli. Aslında evdən asmaq olmayacaq. Biz saxlayacaq. O kadar pul verməyəcək. Çətir belki qəşəngdə en istifadə edəcək. Game. Kızlar Çin milli game'lər. Şey çek. Salam. Hello. Hello. Benden mi sevdi? Panik yapmayın cinikler. Çok geçeyim. Çok geçeyim lan. Çöğneler dolaşır postu çöğne. Bu kadar mı uzanırız kardeş? Hani bu kadar mı? Bu kadar mı? Geçenkiler aslında.